Yeşaya 19-cu fəsil. Allahın Misirə cəza verməsi. Misir barədə xəbərdarlıq. Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri onun qarşısında titriyir. Misirlilərin ürəkləri qorxudan əriyir. Rəbb deyir, mən Misirlilərə qarşı qaldıracağam. Qardaş qardaşla, qonşu qonşu ilə, şəhər şəhərlə, ölkə ilə vuruşacaq. Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, ruh çağıranlardan məsləhət istəyəcək. Misirliləri qəddar bir sahibə təslim eləyəcəyəm. Qüvvətli padşah üzərlərində hökm sürəcək. Sahibimiz, ordular Rəbbi belə bəyan eləyir. Nilin suları azalacaq, çay çəkilib quruyacaq, çaylar iylənəcək. Misirin arxları boşalıb quruyacaq. Qamışlar və qarğılar çürüyəcək. Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq. Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq. Nilə tilov atanların hamısı ağlayacaq. Suya tor salanlar kədərlənəcək. İncə kətan üzərində işləyənlər, ağ bez toxuyanlar ümidlərini itirəcək. Misirin sütunları qırılacaq, bütün muzlu işçilər ruhdan düşəcək. Soğan şəhərinin başçıları necə də axmaqdır. Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar Firona necə mən müdriklərin, qədim padşahların nəslindənəm deyə bilər. Ey Firon, sənin hikmətli vəzirlərin indi hardadır? Qoy sənə bildirsinlər, ordular Rəbbi Misirə qarşı nə hazırlayıb. Soğan başçıları axmaq oldu, Nof rəisləri aldandı. Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı. Rəbb onların ağlını çaşdırdı. Necə ki, sərxoş adam öz qusduğunun ətrafında səndəliyirsə, Misir də öz əməllərində belə dolaşır. Misirdə heç kim heç bir iş görə bilməyəcək. Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış. Misir Rəbbə tərəf dönəcək. O gün Misirlilər qadına bənzəyəcək. Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titriyib dəhşətə gələcək. Yahuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yahudanın adını eşidən hər kəs vəlvələyə düşəcək. O gün Misirdə Kənan dilində danışan və ordular Rəbbinin adına and içən 5 şəhər olacaq. Onlardan biri Həlak şəhər adlandırılacaq. O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə ona sütun tikiləcək. Bu, Misir torpağında ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülümkarlardan qurtulmaq üçün Rəbbə fəryad eləyəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib, onları qutaracaq. Rəbb özünü Misirlilərə tanıtdıracaq. Onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz eləyib yerinə yetirəcək. Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək. O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə eləyəcək. O gün İsrail, Misir və Aşşurun yanında 3-cü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək, xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail, bərəkətli olsun.